Salam. Bəs sən bilirsən? Bu dəfə də maraqlı məlumatlarla gəlmişəm. Səncə filin niyə xortumu var? Xortum fil üçün niyə əhəmiyyətlidir? Çünki xortum olmasa, fil acından ölə bilər. Filin bədən quruluşunu nəzərə alsaq, xortum olmasa, o qidanı götürüb daxilə qəbul edə bilməz, yəni yeyə bilməz. Bir növ xortum fil üçün əl rolunu da oynayır. Sizcə it niyə dilini çölə çıxarır? Çünki isti havalarda itlər dilləri vasitəsilə tərləyir və dillərini çölə çıxararaq bədən temperaturlarını aşağı sala bilirlər. Sizcə milçəklər tavanda özlərini necə saxlaya bilirlər? Milçəklərin ayaqlarında xüsusi yağ ifraz olunur ki, bu da onlara tavanda və ya pəncərədə yapışıb qalmağa kömək edir. Məlumatları bəyənirsinizsə, FM Animasiya kanalına abunə olmağı unutmayın.